Hörmətli izləyicilər, jgutdan necə istifadə olmaq lazımdır? Birinci hərəkətimiz ayağımızı açmaq hərəkətidir. Yəni ki, bu şəkildə oturacağıq, sadəcə jgutu qabağa dağıtacağıq. Sadəcə bu jgutu necə istifadə etmək lazımdır? Baxın, ayağımızdan keçirdiyi jgutu və bir dənə düyün vuruluq ki, jgut ayağımızdan çıxmasın. Və bu düyünü vurduqdan sonra gördüyünüz kimi bu düyün iki istiqamətli ola bilər. Həm daxildə ola bilər, iç tərəfdə daha doğrusu, həm də çöl tərəfdə. İç tərəfdə olduqda bu tərəfdəki bağlar işə düşür. Çöl tərəfdə olduqda bu tərəfdəki bağlar daha çox işə düşür. Ancaq bütün bağlar yenə də işə düşür. Ona görə birinci bir tərəfdə işləyirik, bir 20-30 dəfə. Sonra ikinci də çöl tərəfdə. Birinci də eləyəndə baxın, ayağımızın altına keçirdik və düyün qaldı iç tərəfdə. Sonradan jgutu çalışırıq elə eləyək ki, arxaya daha çox çəkək. Baxın, keçirdik, jgut keçdi tam arxaya. Və buradan özümüz təzyiqi çoxalda da bilərik, azalda da bilərik. Ancaq çalışın birinci dəfədən çox təzyiqlər verməyin. Yenə də bir də qeyd edirəm ki, oynaqlara, qırdaqlara çox təzyiq düşməməlidir. Əsas bağlar işləməlidir. Onun üçün də çox böyük belə təzyiqlər verməyin. Yüngül biraz oldu, kifayət edir. Və həmən qaydada belə yüngül tam ayağı, dizi tam açırıq, sonra yumuruq. Tam açırıq, sonra yumuruq. Və bu qaydada biz 20-30 dəfə təkrar edirik. Bunu 20-30 dəfə təkrar etdikdən sonra düyünü keçirdirik çöl tərəfə, ayağın çox çöl tərəfinə. Yenə də həmən hərəkəti bir də təkrar edirik. Və bu şəkildə. Yəni bu da yenə də sayı 20-30 dəfə.